Deyirəm ki, gərək bu podkastı şeylə başlayaq. Money literacy-yə gedən yol. Hə, biz yenə getdik, bayaqdan kofe aldıq. Çox günəş var, biraz beynimiz yanacaq. Hə, beynim onsuz da yanıb səhər durandan başqa şeylərə görə. Bu da bizim verdiyimiz qurbanlar, yəni bu iş üçün. Sizin üçün, hər şey sizin üçün. Ona görə abunə olmağı unutmuruq. Görürsünüz, sizə görə SPF-siz, SPF-i vurmuşam. Sən vurmamısan. SPF-siz burada günün altında oturub video çəkənlər var. Heç olmasa ona görə subscribe eləməyə dəyər. Zosi, bugün nə edirik? Bu günlərim story paylaşmışdıq. Orada bir təb qoymuşduq ki, bu növbəti epizodda nədən danışmaq istəyirsinizsə, ora yazın və çox maraqlı və qarışıq mövzulara toxunmusunuz. Hər bir başqa mövzudur. Hər hansı bir mövzu. Amma daha çox fikir verdik ki, son vaxtlar bizə kitab, film çox yazılır. Bir də biz bir dəfə çəkdik kitab, film və serial haqqında epizod. Ondan sonra çəkə bilmədik. Niyə çəkə bilmədik? Çünki münasibətlər, bizi apardı. Emosional zəka mövzuları görürük ki, sizə də daha çox maraqlıdır. Ona görə biz görürük ki, sizə nə maraqlıdırsa qarşılığında onu verməyə çalışırıq. 100%. Ona görə bugün də fikirləşdik ki, əslində biz elə sevgidən, münasibətlərdən danışa-danışa biz özümüzün də sevdiyimiz personajlar haqqında da danışsaq, eyni şey olacaq. Yəni ki, onların da red flagləri var, onların da green flagləri var. Mix flagləri var. Ona görə beş flagləri var. Düzdür, yanıma natan olaraq bir kitabı götürüb danışmaq deyil də. Bunu münasibətlərlə bağlayıb, qəşəng belə dinamik bir conversation yaratmağa çalışacağıq. Məsələn, mən ilk sualımı vermək istəyirəm sənə. Sualla gəlmisən, Zosi, I love it. Suallar çoxdur. Deməli, ilk Zosi sənin belə teenage illərində hansı filmə baxıb, hansı aktyorun oynadığı personaj, yəni aktor deyil, aktor crushları heç o ayrı bir mövzudur. Epizodun mövzusu onun üçün düzdür. Hansı personaja baxıb uşaq vaxt demirsən ki, ayda bu green flag'ım mən, yəni crush'ım, fictional character crush. Lap uşaqlığa gedə bilməyəcəm honestly, çünki bu suala cavab vermək üçün biraz düşünməyim lazımdır. Düşün. Amma yəni teenage yaşlarımda da olmasa, early 20'lərimdə baxdığım TV şovlara əsasən bir personaj var idi, hansın ki deyirdim, ay mən də bundan istəyirəm. Amma yaşım artdıqca başa düşdüm ki, absolutely not. O da var bu arada. O vaxtda sənin üçün cool gələn karakter, indi düşünəndə deyirsən ki, oh my god, nə qədər red flag'ı var. Zosi, əminəm ki, sən də hardasa mənimlə razılaşacaqsan. Çünki Friends TV şovsu gəldi ağlıma və oradakı Ross karakteri gəldi ağlıma. Oyda, Ross sənin fictional crush'ın olub. Olubdu və niyə olubdu deyəcəm. Çünki onun sevdiyim bir çox tərəfləri var idi. Çox komediyni idi, çox gülməli gəlirdi mənə. Personaj olaraq onu çox sevirdim. That's so interesting. Çox şirin idi. Mənə elə gəlir ki, bizim o crushlarımız bizimlə bağlı bir psixoloji bir analizimizi eləmək olar ki, sən niyə onu sevmirsən? Məsələn, nerd idi. Deyə bilərəm niyə. Nerdliyini sevmişəm. Bir də mənə elə gəlir ki, o qədər ətrafımda gördüyüm, yəni böyüdüyüm mühitə verərək, oxuduğum məktəbə verərək düşünürəm ki, buradan Sumqayıta salam, unutmuruq. Heç bir vaxt. Onu düşünərək deyə bilərəm ki, Ross bütün ətrafımda gördüyüm oğlanların yəni heç birisinə oxşamırdı. Çünki o tipaj oğlan hələm yox idi, formalaşmamışdı. Mənə elə gəlir biz çox belə hard personalityyə sahib olan oğlanların ətrafında böyümüşük. Ən azından mən və belə çox ağır təbiətli, sözünün yerini bilən falan filan. Ross mənə bu şeydə çox şirin gəlirdi. Ekspressiv olmağı ilə hisslərini necə biruzə verirdi. Məsələn, o da bizdə yox idi da. Hansı oğlan o vaxtı uşaq olanda ən azından o illərdə deyə bilmərik ki, hansısa oğlan hisslərini rahat ifadə edə bilirdi və yaxud hansı emosiyasını rahat ifadə edə bilirdi. Belə elə bil ki, onun rahatlığı, eyni zamanda nördlüyü, eyni zamanda
Rachel'la obses olmağı, Oh yeah, onun sevgisi mənim onun də sevgisi çox gözəl idi sevdiyim və sevgilərdən biridir. ona görə ilk ağlıma o gəldi. Təbii ki, bu mənim uşaqlıq fiction karakterim deyil. Biraz düşünsəm, ağlıma gəlsə bu epizod əsnasında onu da deyəcəm. Amma indi düşünərək deyə bilərəm ki, Ross'un çox red flagləri də var idi, honestly. Hə. Məncə Ross o vaxt üçün, o vaxtki beynim üçün nə qədər də şirin və ideal gəlsə də mənə, indi düşünürəm ki, onun toksik tərəfləri də var idi. Məsələn, çox jealous idi, çox spılçıvı idi. Bir çox şeylərini, bir çox elədiyi pis əməllərin justification'ını tapırdı. Onu da sevmirdim. O bir dənə epizod var idi. We were on a break. Yəni ki, gedir Rachel'ı Orada sən alladı. qatılırsan, break-ə qatılırsan. Yox, təbii ki. Mən düşünürəm ki, o orada cheat elədi. Mənim gözümdə o cheating idi. Ona görə qatılmıram və indi düşünəndə başa düşürəm ki, red flagləri də çox idi. Yəni Ross mənim üçün deyə bilmərəm ki, konkret green və yaxud red flagdir. Məncə Rossda həm o var idi, həm də bu var idi. Çox gözəl ata idi. Çox məsələn Rachel'ı çox gözəl sevirdi, amma eyni zamanda da sevgisi ilə incidirdi Rachel'ı. Ona görə mixed flag idi deyə bilərəm. Ross. Səninki kim idi Zosi? Uşaqlığa Rossdan biraz mən də danışım da, nə olar Ross mövzusu bir daha açılacaq. Yeah, right. Sən danışanda mən də fikirləşdim ki, mən Rossda nəyi sevirəm? Mən Rossda ən çox şeyi sevirdim ki, belə o weird olması. Yəni adam ən gülməli şeylər bunun başında. Bir də o dəri şalvar geyindiyi epizod, nə bilim o divanı daşıdığı epizod. Harda nə loser şeylər var, bunun başına gəldi. Mən o qədər gülürdüm də onun o hallarına. Yəni o mənim üçün belə personaj var, gülməli personaj, amma heç vaxt oğlan olaraq mənim tipim olmayıb. Çox maraqlıdır ki, heç tipim olmayıb, yəni ki, belə. Vəbşə bugün onu da düşündüm ki, mən Friends-in hamısını çox sevirdim, amma o 3 oğlandan heç biri mənim fictional crush'ım ola bilməzdi. O dövrdən də yəni baxanda heç birinə crush hissləri hiss eləmirdim. Amma Ross'u oynayan aktyoru mən New Yorkda görmüşdüm, Zosi. Və biz onunla təsadüfən eyni teatra getmişdik və getdim ona dedim ki, səni sevirəm ya. İlk dəfə ki mən küçədə getdim bir oğlana yaxınlaşdım dedim ki, I love you. O qədər içimdən gəldi ki, o dedi ki, oh thank you so much. Oh, I love this. Ona bir yandan da hiss edirəm ki, mən Ross'a sevgimi etiraf eləmişəmsə, həyatda qabağa getdim. Növbəti addım Ross'dadır. Closure yaşadım ya. Uşaqlıq şeyimlə closure yaşadım. Mənim ən sevdiyim uşaq vaxtı belə fictional character direkt yadıma düşdü. Yəni çünki yəqin ki obsessed olmuşam o karakterlə. Kim imiş? 10 Things I Hate About You filmi var idi. 10 причин моей ненависти. I love it. Oradakı o qaqaj və mən indi də başa düşürəm ki, mənim elə fictional karakterim odur, yəni crush olduğum oğlan tipi odur ki, qıraqdan çox alfa görünür, çox brutal görünür, çox belə dünyanı mən şey eləyəcəm, amma içində çox softdur, mişqadır. Yəni oğlanda axtardıqları. Yəni qıraqdan nə qədər belə o ortamın ən cool, Heath Ledger, yəni əfsanəsi, yəni çox sevdiyimiz. Dünyanın ən hot kişilərindən biri idi. Çox tez itirdi onu, çox tez itirdi. Bir də sən nə fikir verdim? O ki, filmlərə gəl keçək. Okay. Sənin üçün münasibətlər deyəndə sənin ağlında formalaşan filmlər? Çoxdur. Münasibətlər deyəndə biz bundan əvvəlki epizodda da toxunmuşuq. Bu Neapolitanski kvartetə, Ferrante'nin amma filmlər, serialdan amma onun gedəcəksən. serialı çox gözəl çəkilib. Mən məsələn onun kitabını da oxumuşam, seriyasını, amma mənə elə gəlir ki, onun filmi mənə çox toxunmuşdu. Film deyəndə münasibətlər haqqında, yəqin ki, o girly periodumda Gossip Girls-a baxırdım mən. Və çox obsessed idim o TV show ilə də. Həyatımın müəyyən bir epizodunda o TV show-nu çox sevmişəm və orada da o münasibətlərin dinamikasını çox sevirdim. Və maraqlısı odur ki, onda məsələn mənim ən böyük crush'ım Chuck Bass idi. Yaxşı. Heç də mən o birisini gözləyirdim. İşte ora gələcəm. Amma insan dəyişir də, Zosi. Chuck Bass'ın nəyindən xoşun gəlirdi, Zosi? Xarizmasından. Mənə o çox xarizmatik gəlirdi. Və bilirsən nəyi sevirdim Chuck Bass'da? Yəni olduğu kimi idi və evil idi. Pis xarakter idi, yəni şey olaraq, person olaraq o serialda. Amma onu da heç gizlətmirdi. Yəni ətrafında, Chuck'ın ətrafında olan hamı bilirdi ki, Chuck nədir.
Yəni ki, bütün red flaqlarını belə bayraq kimi fırlada gəzirdi ətrafda. Mənə elə gəlir o mənə çox cool gəlirdi. Çünki adam var ki, məsələn, red flaqını hardasa kamuflaj eləyir, göstərməməyə çalışır, amma Chuck Bass çox belə özgüvəni yüksək, evil, bitch, nə desəm vardı onda. Bu arada yaxın rəfiqə olmağın ən böyük sirri məncə odur ki, biz fərqli insanlara ətraflı, heç vaxt crushlarımız filmdə, kinoda, kitabda heç vaxt əlaqəsi olmur və bu o yəqin ki, ən böyük gücümüz budur. Ola bilər. This is beauty. Bax, dostluğun sirri. Eyni tipləri bəyənməmək. Bəyənmədiyin adamla dost ola bilərsən. 100%. Amma sən o sualı verəndə deyirdin ki, biz uşaqlıqda yenə də baxdığımız münasibətlər haqqında TV şouları, filmləri. Bir də bilirsən hansı, məsələn, sən dedin Desperate Nyenavist, yadıma düşdü. Bir dənə film var idi, adı Sweet November. Keanu Reeves. Keanu Reeves'lə olan. Bax, orada da o relationship deyəndə, məsələn, o yadıma düşür. Sonra One Pismo var idi. Yadındadır One Pismo. Məsələn, Meg Ryan. Maraqlısı da odur ki, onda baxırdım. Bir çox şeyi başa düşmürdüm. İndi əminəm baxsam tamamilə başqa perspektivdən baxaram və bir çox şeyi daha yaxşı anlayaram. Onda belə uşaq beyni ilə hələm o qədər çox şey anlamırdım. Amma relationship deyəndə, uşaqlıq deyəndə onlar gəlir yadıma. Bunlar da yadıma gələnlər. Səndə? Mənim uşaqlıq deməyim də gəncliyimdən bəri ən çox sevdiyim münasibətlər deyəndə, yəni münasibətləri mənim üçün anlatan və sevgiyə baxışımı hardasa formalaşdıran film idi. Eternal Sunshine of a Spotless Mind, Вечное сияние чистого разума, Jim Carrey ilə Kate Winslet. O filmi mən bəlkə nə bilim o illərdə xüsusilə 100 dəfə, 150 dəfə baxmışam. Yəni anlamışdın Zosi? Mən o filmi ilk baxanda anlamamışdım. It took some time for me to understand. Mən eyni periodda ona o qədər dəfələrlə baxırdım. Bir rəfiqəmlə baxırdım, sonra o bir rəfiqəmi çağırdı, bir yerdə baxırdıq. Sonra bir rəfiqəmlə hətta bizim ənənəmiz var idi. Hər il, hər qış biz gözləyirik, qış olsun, oturaq ona baxaq, ağlayaq. Bizim belə Eternal Sunshine dövrümüz olub. Uzun müddətdə mənim hər yerdə, neysə deməyəcəm, parollarımı deyəcəkdim amma. Parollarımı deməyim, amma hələ də mənim parollarım o filmdəndir. Çünki o filmdəki sevgiyə münasibət məni, yəqin ki, real həyatdakı sevgiyə həm münasibətimi formalaşdırıb, həm də inanıram elə olduğuna. Yəni, o bütün o red flagləri görürsən, başa düşürsən ki, sevgi və yaxud münasibət deyil də belə huzurlu, belə sakit bir axan bir şey deyil. Onun içində çox darıxdığınız, orada məsələn bir dənə söz var idi, ujinuyuşi, mürtvici, axşam yeməyi yeyən ölülər. Və orada bir ki, Joel idi də, oğlanın adı. Joel həmişə təsvir eləyirdi də o səhnələri. Məsələn, bunlar oturub yemək yeyirlər və bir-birinə danışmadan yemək yeyirlər və ətrafdakı hamı yemək, heç kəs bir-birinə danışmır. Və bunu da yaşayırsan relationshipdə və bu da yəni ki, bir yandan sənin üçün siqnal kimi görünür ki, okey, bitirməliyəm də. Yəni biz artıq bir-birimizə heç bir marağım qalmayan iki özgəyə çevrilmişik. Amma eyni zamanda da bir-birinsiz qala bilmirlər. Yəni bir-birinin yaddaşını silsələr belə uzaqlaşa bilmirlər. Fərqli patternları yaşasalar belə. Və orada artıq mən o kimyanın aralarında kimyanın gücünə inanıram ki, yəni hər nə dərəcədə deyirsən ki, if it's meant to be, sən o insanın yəni çıxır həyatında sənin qarşıva. Yəni böyük sevgi inanıram ki, mümkündür ki, sən birinə o yaşadığın o böyük eşqi bir daha yaşamaya bilərsən. Amma o böyük sevgi ilə mübarizə apararaq yaşamaq istəyib istəmədiyimizdə artıq yəqin ki, bizim seçimimizdir. Məsələn, 30-larımda desəm o filmmi mənim üçün indi bilmirəm. Bir də 3 dənə film seçdim mən bu arada. Bir bu filmi seçdim, bir şeyi seçdim. Love Me If You Dare. Влюбись в меня, если осмелишься. O çox gözəl filmdir. Amma mən onu Cəsarətin varmı aşkıda türkçəsidir. Biraz o filmi əslində tartışmaq olar. Yenə də o filmdə görsən elə bil ki, mənə bil ki, love is always something negative. Yəni həmişə bir negativ bir şey kimi gördüyüm film. Yəni mən şeyi sevməmişəm. Çünki mən düşünürəm orada biraz sevgidən savayı, biraz da o oyun var idi, biraz o passion da yox. O sözü yadıma salmağa çalışıram. Yenə dare sözü nədir? Challenge. Yes, challenge. Elə bil ki, bir-birləri ilə şeyə gedirlər. Princip. No, princip. Yes, exactly. Princip. Exactly that.
və ona görə də məsələn they don't end up together. Əslində o prinsipi qoysalar bir qırağa İşte məni o başına. yenə bax bizim platonik və platonik olmayan. Bax sən o birisini sevirsən ki, sevdiyim yanımda olsun o. 100%. Mənim üçün məsələn o sevginin o forması daha şey eləyir. Daha mənə, cəlb təsir edir eləyir səni. mənə, hə. İndi Zosi sən deyirsən, məsələn, o filmlərdə uşaqlıqdan. İndi məsələn fikirləşirəm ki, bu bayaq sadaladığım filmlər öz yerində olar, bəlkə hardasa sevgi anlayışında, beynimdə bir fikir formalaşmasında təsir göstərib. Amma eyni zamanda da ağlıma indi gəldi ki, məsələn, o dövrlərdə mən daha çox rus klassikası oxuyurdum və düşünürəm ki, baxdığım filmlərdən, seriallardan çox o rus klassikalarının klassik kitablarının təsiri olub məndə. Məsələn, relationship deyəndə Vayna Emir gəlir ağlıma. Aha. Oradakı Balkonski, oradakı Ana, oradakı Pierre, o dinamika görürsən ki, məsəl üçün hansında Spoil eləməm. Yox, indi düşünəndə amma deyə bilərəm ki, məsələn, hansında nə çatışmırdı, hansı niyə şirin gəlirdi və yaxud Unisionный ветром. Məsələn, o kitabda da bir çox relationship, məsələn indi deyirik avoidant tiplər, o avoidant tiplər oradaydı. Elə o şey də Love Mafia-da Yeah, tamamilə o iki da. dənə avoidantın bir-birindən savaşıdır. Exactly. Və çox maraqlıdır ki, o filmdə Julian'ı oynayan aktyorun adından o birisi Marion Cotillard'dır. Onlar o filmdən sonra evləniblər Zosi. Doğrudan. Və bu il boşandılar. Wow, Mən neçə yəni il qaldılar evli. Çox uzun evli qaldılar və mən ən son yayda baxmışdım. Çünki qarşıma çıxmışdı filmdən bir fraqment. Yayda baxmışdım ki və onda bilmişdim ki, bunlar bir yerdə. Demişdim, oh my god, yəni həyatın şeyinə bax da, paradoksuna. Yəni filmdə heç vaxt düzdür, spoiler eləmək istəmirəm. Yəni oyun kimi gedən bir münasibətdə bunlar əslində bir-birini tapırlar. Amma bu il onlar da ayrıldı. Yəni sevgiyə inamımız yenə azaldı. İşte ayrılmaq hər zaman sevginin bitməsi deyil. Bəzən sevgi qalır, amma yenə də ayrılırsan. Çünki sevgi elə bir levela da gələ bilər ki, artıq bir-birinizi bəsləmirsiniz, artıq bir-birinizi o sevgindən incidirsiniz. Çünki sevgi həmişə yaxşı bir şey kimi bizə bəlkə də göstərilib, amma həmişə yaxşı deyil. Bəzən aşırı sevgi insanı incidə də bilər. Ona görə bəlkə də əminəm içlərində o sevgini əldə qoruyub saxlayıblar, amma belə qərara gəliblər ki, ayrı yaşasınlar. İnanırsan ki, insan sevdiyindən də boşana bilər. Yox, mən sevginin çox tez tükənən bir şey olduğunu düşünürəm. Sevginin belə 20 Chemistry-nin bəlkə hansısa levelda tükənməsinə inana bilərəm, amma sevgi qalır axı. Yox, sevgi əslində o beynimizdəki o kimyasalların İçdə bir his deyil. buradadır. Sevgi. Of course. I don't think so. Amma məsələn sevən insanların ya da sevən heyvanların laboratoriyada görürlər də ki, beynində imunla o rəqəmə çatanda, hə, bu sevgidir. Ona çatmayan sevgi deyil. Təbii ki, yəni məsələn heyvan misalında verək də, mənim itim məni sevir, artıq mən onun üçün sevgi şeyim. Biz uzaqlaşsaq da yəqin ki, məni yenə görəndə o sevgi bəlkə də o leveldə, hə, məsələn o adamdan uzaq düşsən, yenə qarşılaşdığınızda eyni beynin eyni qədər o kimyasalı ifraz edə bilər. Hə də bəlkə də o chemistry yoxdur, amma o sevgi hələ də var. Çünki hər sevgi deyəndə ancaq bizim beynimizə chemistry və seks gəlmir də. Sevgi biraz ondan daha üstün bir şeydir, hardasa hiss olaraq. Sadəcə olaraq seks və chemistry onun bir parçasıdır. Hə, o tükənə bilər, amma içdəki o sevgi hansısa leveldə məncə bir az da olsa qalır. Yəni ayrılanda da qalır yəqin ki, əgər travmatik bir ayrılıq deyilsə. Yeah. Çox maraqlı personality məsələsidir. Məsələn, sənin stabillik və sakit reallıq sevən personalitin elə sevgini tələb eləyir həyatdan. Mən də belə elə fictional, nə qədər fictional o qədər xoşuma gəlir. Amma fictional sevgilərə baxanda da zövq alıram. Zövq aldığın bir şeydir. Hə, o storylərdən zövq alıram. Məsələn, Normal People-a baxıram, zövq alıram. Kitabını oxuyanda zövq alırdım. Və yaxud bu eyni dərəcədə o Summer I Turned Pretty çox belə teenager. Mənim qızım əslində onun kitabını başlamışdı oxumağa. Mən o seriala ona görə baxdım. O onun kitabını oxuyurdu. Mənə tövsiyə elədi kitabını oxumaq. Dedim, qızım almayım. I overgrew that a long time ago. Amma onun TV şousu çıxdı. Hə, serialına baxdım və doğrudan məni apardı. Bir anlıq bəlkə getdim bir də o illərdə sevgi necə hiss olunur, relationshiplər necə hiss olunur. Çünki artıq çox illər keçdi üstündən. Amma o şirin tərəfi var idi. Nə idi məsələn o oğlanın sənin üçün green flagları Conrad'ın? Conrad'ın. Amma o da çox biraz xəstəlikli bir istoriyadır. Yəni. Ümumiyyətlə belə kitabı necə yazıblar?
Biraz belə qayıt, yəni. Amma biraz xəstəlik dərəcəsi də adamı cəlb eləyir də. Amma Biz məsələn ona o görə уже onunla- mənim üçün belə incest kimi bir şeydir. No, orada Oradakı incest sevgi. nəzirdi ki? No. Yox, iki qardaş eyni qızla. Mümkündür də Zosi. Mənim məsələn red flaglərimdən nə ola bilər? Mən Yeah. уже iyrənərdim. Mən düşünürəm ki, İki ümumiyyətlə o leveldə qatılıram. Amma mənə elə gəlir ki, ümumiyyətlə o chemistry-ni artificially də bir uşaqda oyada bilərsən o yaşda. Məsələn, hər yay və yaxud o adolescence yaşından keçəndə, ən belə həssas dövrdən keçəndə, hər yay onlar onu yaşayırlar, bir yerdə vaxt keçirirlər. Onu çox sevirəm Zosi. Bir də ətraflarında başqa heç kim olmur axı Zosi. Optionlar az olur. Gedir qızın qardaşı və 2 dənə də o biri qardaş. Tətil romanı şeyi, Çox yadımdadır ki, şirindir. bizim uşaqlığımızda o var idi. Belə hər yay məsələn eyni Zagulbaya harasa gedirsən və orada eyni uşaqlar bütün ili görmürsən və sənin onlardan birine crush'ın var və bütün ili gözləyirsən ki, yayda ondan bir nəsə də söhbət eləyək. O vaxt 9-10 yaşım vardı, nə edə bilərsən. Amma o şeyi mən sevirəm. Mən elə gəlir ki, orada da belə o qısa, vəbşi, yəni sevgi nə dərəcədə, o dərəcədə böyüyür ki, nə dərəcədə orada mümkünsüzlüklər var da. Məsələn, bilirsən ki, qısa dönəm mən bu adamı görəcəm. Ona daha çox elə bil ki, onu daha intens hiss eləyirsən. Hə, daha intens hiss eləyirsən. Ona qatılıram. Hə. Çünki bilirsən ki, bu 1-2 aydan sonra bitəcək. Ona görə full yaşayırsan. Kurort romanları deyə bir şey Yadda var. qalan. Yəni bu belə bir şey var ki, hamının bir kurort romanı olur yəni həyatın birində və hamının bir kurort romanı olmalı bu həyatda. Romanlarda zətdə, yəni bilim bu şeydən Stephen Zweig'də zətdə həmişə bir sanatoriyada, orada bir qız, bir oğlan, ay ürəyim gedir belə hekayələr üçün. That's true. Amma əgər qayıtsaq, məsələn Konrada, mən annoy olurdum ki, Konrad çox belə bildiyin o avoidant tipin aynısının tıpqısı idi, nə mənada. Çünki o qızı çox tanıyırdı, çox yaxşı tanıyırdı. Məsələn, o ikisinin arasında məsələn Jeremiah da sevirdi Bellanı, Konrad da sevirdi Bellanı, amma Jeremiah'ın sevgisi çox belə düppədüz idi də, belə çox primitiv mənə gəlirdi. Halbuki məsələn Konradın sevgisi çox daha dərin idi. O Bellanı çox daha dərindən tanıyırdı, onun hər zövqlərini bilirdi, amma eyni zamanda ən çox əziyyət verən də məncə Bellaya Konrad oldu və niyə Bella Konradı belə sevirdi desəz, deyərəm ki, məsələn, birincisi ona görə ki, o push-pull texnikini Konrad çox işlədirdi Bellanın üstündə. Biraz gəldi, sonra 3 aylıq getdi. O zəif görsənməmək naminə getmək praktikasını çox eləyirdi və Bella işte Bella üçün Konrad mistik bir personaj idi Zosi. Çünki Bella həmişə deyirdi, o bir qırıq ona mesaj yazırdı. Məsələn, Bella oturub onu overthink eləyirdi. Çox yazmırdı məsələn, bir dənə yazırdı. Bella illərdən onu overthink eləyirdi. Az verirdi deyənə, o ona çox anlam yükləyirdi. Amma bilmirəm, mən hələ də sorğuluyuram, spoiler eləmək istəmirəm. Ona görə axırın necə bitdiyini və mənim bu haqda fikirlərimi deməyim doğru olmaz. Amma mən məsələn elə baxmadım Zosi. Mənə elə gəlir ki, yes, sən onu daha çox şey kimi görürsən. Konradın sevgisi daha dərin idi, o birisinin sevgisi daha surface. Mən elə gəlir ki, Konrad personality olarak daha dərin insan idi. O Jeremiah çox light bir insan idi. Bugün üzüləcək, sabah seviləcək, belə də çox şıp sevdi bir tip idi onsuz da. Bu bir amma dərin və güclü sevirdi. Yəni ona görə avoidant da məncə o deyildi. O sadəcə o situasiyanın zibilliyinin vicdan leveli yüksək idi deyə. Orada qardaş söhbətinə görə o, yəni ki, bəlkə də ki, orada o maneələr olmasaydı heç avoidant görməyəcəkdik biz Konradı. Mən düşünürəm ki, yenə də görəcəkdik. Çünki Konrad problem yarananda həyatında onu relationshipə yansıdan tip idi və o idi məsələn onu mənim gözümdə avoidant eləyən. Bəlkə də Bella ilə bir yerdə onu yaşasaydı və öz vulnerability-ni gizlətməsəydi, zəif görsənmək qorxusu ilə qaçıb getməsəydi, they could work it out at the right time. Amma o avoidant tip olduğu üçün bir gedib, bir gəlir, bir gedib, bir gəlir, qızın da beyninin ətini yer. Amma qız da yəni ki, süddən çıxmış ağ qaşıq deyil, o ayrı bir məsələ. Bir də yəni düşünək nə oluyoruz iki qardaşla? Bir də onu düşünək ki, bu adamlar 15-16 yaşlarında insanlardır. Yəni hələ nə yaşayıblar, nə həyat görüblər ki,
bəllidir ki, o yaşlarda insan daha da çox səhv eləyir. Mənim üçün o TV şouda ümumiyyətlə ən green flag Bellanın qardaşı idi. Adı yadımda çox şirin deyil. idi oğlan. Amma ən gözəl sevgisini göstərən, hər şeyi düzgün eləyən, həm dərin, həm eyni zamanda ağıllı, nə istədiyini bilən tip mənim üçün ancaq orada Steven idi. Adı Steven idi. Hə. Çox belə gəncdilər də, yəni. Yeah, Şirin amma bir serial. şirindir. Yayda belə oturub o Elə- illərinin nostalgiyasını yaşamaq üçün izləmək olar. Hə, mənim digər filmim, hansı ki, yenə mənim üçün relationshiplər deyəndə ağlıma gələn film. Hətta səninlə bu yaxınlarda deyirdik ona baxaq, heç cür vaxt Hansı? tapıb Zosilərdən vaxt tapa bilmirik film izləməyə. Before Sunset, After Sunset, Before Sunrise üçlüdür. Adlarını ora qoyarıq, yuxarı. Mən baxmışam ona Zosi. Bilmirəm. Deyəsən baxmamışam. Adı mənə tanış gəlmir. Again, yenə eyni. Mən bu filmləri belə avtomatik yadıma düşdükcə seçirdim ki, relationship deyəndə mənim üçün bu. Və sonra belə listimə baxdım, mənim bütün sevgi Bayağı var şeylərim imiş. hamısı bu cür sevgilərdir. Belə platonik qalanlar, heç vaxt rutinləşməyənlər, heç vaxt monotonluq levelına çatmadan belə o əsər kimi, təbii ki, əsər olaraq onlar gözəl gəlir də adama. Amma bu da yəqin ki, mənim şüuraltım haqqında mənə nəsə deyir. Bu filmdə də yəni ki, baş qəhrəmanlar qarşılaşırlar Avropada bir şəhərdə və ancaq söhbət, bir də deep conversation, yəni onu da gördüm ki, mən deep conversation uzun olan filmlərdən daha çox belə təsirlənmişəm. Onlar beynimdə yer alıb. Bunlar belə film boyu ancaq söhbət eləyirlər də və 3 film istəmirəm spoiler eləyim. Baxmamısansa 100% spoiler Mən baxmamışam, yox. Hə, insanlara da spoiler eləməyim, amma münasibətlərlə bağlı, sevgi və individuallıqla bağlı mənim ən sevdiyim serial o 3 filmdir ki, elə şeylər olur orada, yəni ki, adam bilmirəm, deyə bilməyəcəm, çünki çox dediyim an spoiler olacaq. Gərək baxmayam Zosi. Gəl bir yerdə baxaq. Çünki mən ona o vaxt baxaram. Gəl bizim kinoteatrda baxaq. Yes, planlamışıq amma bir şəkildə baxa bilmirik. Bu günlərim o kinoteatrı book eləyəcəm. Bu cümləni neçə dəfə qurmusan? Bir bilsən. Zosi, ajendamı ver yazım. Bugün biz 3-cü gündəyik. Bir də Zosi, Altından çizgisini belə çəkdim Tamam. Zosi. Bugün bu movie theater book olacaq. inanıram. O kamerada da söz vermirsən. Yes, işte. Bir də Zosi, bilsən hansı film? Relationships deyəndə və bizim səndən əslində bizim ilk tanışdığımızda Oh my god, The Night in New York. I love it. Last Night in New York Last deyəsən. Night in New Ya da York. Last Night. Deyəsən qısada adı. New York adı var orada. Rusçasında var. Mən o Proшлой filmi ночью в Нью-Йорке idi rusçası. Yeah. Mən Zosi ilə tanış olmamışdan əvvəl sizə danışıram 2011-lərdən baxmışdım o filmə və Zosi ilə tanış olduğum gün bizim ilk söhbətimiz bu film haqqında oldu. Çünki Zosi də yenicə baxmışdı o filmə. Onda Deyəsən təzə onda təzə çıxmışdı. çıxmışdı o film. Və biz o film haqqında danışaraq bir-birimizi sevdik. Biz Zosi ilə tanış olanda mən hələ onu belə baxırdım ki, xoşum gəlir, gəlmir də. Yeah. Təzə biri ilə tanış olanda Same Zosi, beynimdə same. analiz gedir. Və o Zosiyə crush olduğum anı hatırlayıram da belə ki, o an o üzünə belə crush oldu ki, biz ikimiz də dedik ki, biz bu filmi sevirik və bəzi filmlər Bir də orada da Keira insanı Knightley birləşdirir. oynayır və Keira Və Knightley Julianne oynayan o aktyor da qədər oynayır sevirəm. orada. Yes. O illər ümumiyyətlə ürəyim gedirdi Keira Knightley üçün. Mənə çox xarizmatik gəlirdi. Hələ də gəlir. Biz illər sonra həmin o filmə Zosi ilə təkrar baxdıq. Zosinin Yes. evində səhv eləmirəmsə, Sizdə. bizdə baxdıq. Və mənə elə gəlirdi oradan orada da mən oradakı mövzu biraz daha fərqlidir. Nəyi sevirəm? O illərlə münasibətdə olan evlilik fərqi yoxdur və yaxud qrajdanski brak whatever də illərlə münasibətdə olanda bəzi dinamikaların dəyişimi və o ilk sevgi closure-ı yaşanmır deyənə orada bir şeylər yaşanır. Çox dip bir şey yaşanır. Yəni deyib spoiler eləmək istəmirik. Əgər baxmamısınızsa o filmə hökmən baxın. Çox sevə biləcəyiniz bir filmdir. Münasibətlər haqqında especially əgər filmləri sevirsinizsə, amma yəni o filmi mən yenə baxaram. Mən də yenə baxaram. Mən ən çox o filmlə bağlı sevdiyim şey odur ki, orada biz həm qadın psixologiyasını bir paraleldə izləyirik və bir digər paraleldə də kişi psixologiyasını. Çox düzgün dedin. Və görə bilirik ki, qadın hara qədər gedə bilir də və kişi hara qədər. O qədər onu gözəl göstərib də rejissor. Yəni möhtəşəm üstü əsərdir. Bir də əsər deyirəm çünki əsər kimi işdir.
Bir də estetikası o filmin, Çox. Keira Knightley'in yaşadığı ev, səhər onunla belə pijama ilə gəlib kofe almağa, New York küçələrində. Yəni o bilmirəm, möhtəşəm üstü bir filmdir və hər iki tərəfdən də göstəriləndə empatiya qura biləcəyin bir hekayədir. 100%. Uzağa getmədən Normal People-a keçək onda. Tamam. Kitab olaraq, həm də eyni zamanda serial olaraq bu Red Flag, Green Flag-lərdən danışırıqsa, həm də Normal People-ı misal olaraq gətirə bilərəm. Bu arada baxanda ola bilsin ki, ürəyiniz çəkilsin. Mən bu haqda başqa rəfiqəmlə də danışmışam və niquşu deyirəm. Okay. Məsələn, mən nə qədər zövq almışdımsa o kitabdan və o serialdan, o deyirdi ki, mən artıq ekrana baxıb qışqırmaq istəyirdim ki, qardaş, denən, niyə susursan? Onun ürəyi çəkilmişdi. Bir də bizim onunla da çox belə zövqlərimiz fərqlidir film və kitablarda. Amma onu deyə bilərəm ki, məsələn, qadın açısından, mən Mariana idi da, Mariana. Qadın açısından deyə bilərəm ki, Mariana'nın karakterinə mən çox empatiya qurmuşdum o serial əsnasında. Çünki bir çox travmaları yaşayaraq, bir çox travmatik dövrdən keçərək yenə də gəlirik özünü sevmədən başqasının sevgisini qəbul eləməyin nə qədər çətin olduğunun bariz nümunəsini siz o kitabda və serialda görə bilərsiniz. Əsas orada mənə toxunan iki şey oldu. Biri ümumiyyətlə lazımı yerdə lazımı cümlələri qura bilməmək və mən burada onu Araşka. Məsələn, bu dediyim oradakı oğlan xarakterinə aiddir. Adı nə idi? Colin. Yadıma gəlmir heç. Colin deyək keçək. Deyəsən Colin idi. Paul Mescal canlandırır. O çox, bu arada o da çox hotdur. İndi bizim gözümüzdə çox hot olub. Especially Hamlet filmindən sonra belə ürəyimiz getdi ona. Görsən, eyni oğlanlara crushımız ola biliyormuş. Məsələn, Hot Priest'də də oldu. Yes, Hot Priest'də də mənim crushım var idi, sənin də var idi, görsən. Okay, olur. Olur. Olanda olur. Olanda olur. Onu demək istəyirəm ki, orada o Colin'in o xasiyyətini mən çox sevmirdim. Onunla da məsələn Mariana'nı çox üzürdü və ümumiyyətlə o insecurity hissi, özünə güvənməmək hissi hər ikisində var idi özünü sevməmək hansısa dərəcədə, amma ikisində də çox fərqli göstərirdi özünü. Biri özünə güvənmirdi deyənə sevgisini göstərə bilmirdi. O birisi də özünə güvənmirdi deyənə sevgi qəbul eləyə bilmirdi. İkisində də çox fərqli bir pattern görə bilirdim. Amma spoil eləmək istəmirəm. Axırını deməmək üçün o cümlə qurmuşdum beynimdə, onu deməyəcəm. Amma onu deyə bilərəm ki, doğrudan da hər böyük sevgi happy endinglə bitmir və bitməməlidir. Bəzən you just have to let it go. Beynində yaşadı, hansısa dövrdür yaşadın, çox gözəl idi, sevdin, o hissləri yaşadın, onun verdiyi böyüməni yaşadın. Amma bəzi sevgilər var ki, doğrudan da yəni they are not meant to be. Bəlkə də həyatımızda gəlirlər ki, bir şeyləri bizim həyatımıza qatsınlar, bəzi şeylərə gözümüzü açsınlar, hardasa bizim böyüməyimizə səbəb olsunlar, sonra da çıxıb getsinlər. Bəzi insanlar bizim həyatımızda dərsdir. Yəni dərs missiyası var. Ona hardasa inanmağı seçirəm. Deyə bilmərəm ki, belə bir şeyin olduğunu dəqiq elmi olaraq bilirəm, amma o hiss mənə də gəlir ki, kimsə sənin həyatında sadəcə sənə bu dost da ola bilər, tanış da ola bilər, hər hansı bir insan ola bilər. Yəni bir məqsədi var idi da bunun mənim həyatıma girməyə ki, bu mənə bu dərsi vermək üçün girməli idi və yəqin ki, ən böyük nə bilim müdriklik odur ki, o insan gedəndə də bunu qəbul edib ona minnətdar olmağı bacarmaqdır ki, yəni sən bu həyat mənim həyatıma tam bu missiyanı həyata keçirmək üçün gəlmisən və məqsəd bu idi. Daha çoxunu səndən gözləməm onsuz da bizim ikimizi də yəni yaxşı bir yerə aparmayacaqdan, sonu uçurumdur. Amma qəbul edirsən ki, yəni bunun da missiyası buydu da. Yəni bu o adam deyil, yəni bu sənin hər gün yanında olmaq istədiyin adam deyil. Sadəcə
bir şeylər dəyişmək üçün sənin həyatında sənə gəlib. Yeah. Normal People-dan sən danışmışkən mən də bəlkə o birisi serialdan və kitabından danışım, Sally Rooney-nin. Mənim məsələn ən sevdiyim əsəri Sally Rooney-nin Conversation with Friends əsəridir və onun da serialı çıxdı. Serialını deyə bilmərəm ki, Normal People qədər sevdim. Normal People həm ilk onu izləmişdim. Bəzən məsələn ilk hansını izləsən daha çox onu sevirsən, çünki bir-birinə deyirsən. Daha çox onu sevirsən, çünki bir-birinə çox oxşayırlar və sən ilkindən daha çox təsirlənirsən. Mən Normal People-dan daha çox təsirlənmişdim. Bir də oradakı o belə o şeydə, yəni Dublində yaşayan, oxuyan, nə bilim, nerd tiplər, onlar da insanı cəlb eləyir də ki, belə həmişə ədəbiyyatın, kitabların içində onlarla müzakirələr, məsələn Normal People-un 2-ci sezonda tələbə ortamları, belə evdə hamı oturub nələrdənsə belə ideyalardan danışırlar. Onu özlənirəm Zosi, məsələn, deyirəm kaş mənim də həyatımda elə bir şey olardı. Amma mən də onu yaşamışam deyə mən də orada stak olmuşam və deyirəm ki, ondan sonra heç bir şey mənalı gəlmir sənə. Heç bir şey mənə o zövqü həyatda bir daha vermir ki, belə gənc öz yaşında. Yəqin ki, bəlkə hansısa leveldə yaşamamağımın üstün cəhəti də budur ki, stak qalmamışam. Yaşasaydım bəlkə qalardım. Yəni çox yaxşı tələbəlik illəri keçirən insanlar ömrün sonuna kimi tələbə qalmaq istəyir və ona görə gedirlər, qayıdırlar universitetə, PhD eləyirlər, nə bilim. Tək ki o dövr bitməsin. Yəni onun da bir şeyini yaşamışam mən. Yəni separasiyanı çox çətin. Hələ də full separasiya yaşadığımı deyə bilmərəm. O qədər anlamıram ki, dediyini. Yəni onu heç yaşamamışam mən. O qədər anlamlı idi ki, yəni o illərim mənim başqa, ondan sonrası doğrudan çox boz gəlir, yəni. Onu nə qədər tez yaşasın. Bir də hələm o perioddur, ha vaxt ki, adulthood-da belə ayağını basmamısan, məsuliyyət hələm üstündə o qədər yoxdur. Eyni zamanda da artıq bəzi şeylərə dozvolenность var və onun dadını çıxardırsan. Mən biraz vaxtından tez adulthood-da ayaq bastım. Məktəbdən həmən çalışmağa. Onun gözəl tərəfləri başqadır. Amma Conversation with Friends-də məsələn Nick personajı mənim red flag-ımdır. Mən ona heç bir şəkildə bəyənmirəm. Orada düzdür, mövzuya görə demirəm, yəni tamamilə mövzudan kənar, mövzunu mühakimə etmək üçün demirəm, amma Frances orada qızı çox sevirəm. Qız mənim, yəni qız crushlarımdan biri Francesdir məsələn. Amma Nicklə onun münasibəti. Bir də mən Sally Rooney-də şeyi çox sevirəm ki, super yeni, biz necə indi məsələn ən yeni relationshiplərdən danışırsa, o da ən yeni relationshiplərdən yazır. Düz fiction yazmır da, yazır, sonra birdən email başlayır. Belə uzun bir email oxuyursan, sonra texting və textingi də həqiqətən texting dili ilə yazır da. Ona görə elə bil ki, zəmanənin belə şeyini tutub yazır, ona görə yəni bu dəqiqə ən çox satılan yazıçılardan biridir. Və əgər siz də ən son dövr münasibətlərin necə formalaşdığı ilə bağlı əsərlər axtarırsınızsa, Sally Rooney-nin əsərlərini sizə məsləhət görə bilərik. Denənə. Sally Rooney haqqında bir fikir bildirmək istirdim. Çünki Sally Rooney-də sevənlər və sevməyənlər belə iki dənə zid kateqoriyaya bölünürlər. Bəziləri onu çox primitiv tapır, deyirlər yəni çox belə primitiv dildə yazır falan. Amma mən də düşünürəm ki, çox belə axarı yazır. Adam oxuyanda beynin bu cümlənin strukturuna deyil də artıq mövzuya odaqlanmağa şey olur, yəni daha rahat hiss eləyir. Ona görə elə bunu deyəcəkdim. Kitab olaraq, yenə də münasibətlər deyəndə ikimizin də sevdiyi bir kitab və bunun da bu arada filmi var. Baxmamısınızsa hamımıza məsləhət görürük baxmağı. Biz bir yerdə baxmışıq Zosi ilə. Mənim kitabım bu qədər gözəl deyil. Çox gözəl. Amma Zosinin kitabı çox gözəldir. Bu Milan Kundera'nın Невыносимая лёгкость бытия, Unbearable Lightness of Being. Çox gözəldir Zosi kitabı da, buraları da çox gözəldir. Bu Zosinin notlarıdır. Mən yəqin ki, indiki yaşıma çatandan sonra münasibətlər deyəndə top 3-də deyə bilərəm ki, o münasibətlər haqqında kitab və yaxud film dərkən bu yadıma gəlir. Mənə elə gəlir buradakı nümunələr o qədər indiki həyatımda və indiki beynimlə anlaya biləcəyim nümunələrdir ki, bəlkə mən bu kitabı oxusaydım, nə bilim 10 il əvvəl bir o qədər empatiya qura bilməzdim bəzi personajlara, amma indiki beynimlə çox belə mənə çox toxunmuşdu. İstəyirsən başda, mən də davam eləyərəm. Sən 10 il dedin, maraqlıdır ki, mən bu kitabı 10 il əvvəl bir dəfə oxumuşdum və bu keçən il oxuduq da, ikinci dəfə də keçən il oxuduq. Keçən il deyəsən kitab klubunda. Kitab klubunda oxuduq və filmini də izlədik.
Və mənim özüm üçün də ən maraqlı oldu ki, 10 il əvvəl mən bunu oxuyanda hardaydım və indi çox maraqlıdır ki, mən bu dəfə, ikinci dəfə bu kitabı oxuyanda ki, mən normalda 2 dəfə kitab oxumaram, sadəcə kitab klubuna görə bir daha oxudum. Mən bu dəfə bu kitabı oxuyanda başa düşdüm ki, mənim münasibətlərə baxışımı, analitik baxışımı da bu kitab çox formalaşdırıb vaxtında. Sən özün də bilmədən, subconsciously qalıb. Mən indi məsələn baxıram ki, deyirəm mən belə düşünürəm, görəsən burada bu cümləni oxumuşam deyə. Yəni bu kitab mənim üçün daha çox belə yazıçının daha çox səsini eşitdiyimiz bir əsərdir. Yəni plotdan daha çox sən bir ki yazıçının fikirləri ilə qarşılaşırsan və Remark'ın da məsələn əsərlərində onu demək olar ki, hardasa adamın belə düşüncələri var və o düşüncələri obrazlar üzərindən sənə danışmağa bir şey meydan tapıb kimi. Yəni Kundera'nın sevgiyə münasibəti, qısqanclıq, eyni anda bir neçə nəfəri sevmək, sevməmək məsələsi, poliamoriya. Bu əsərdə poliamoriya çoxdur. Yes. Bir poliamoriya əsəridir. Ona görə o tərəfdən fikirləri inanılmaz gözəldir. Bir də eyni vaxtda da Çexiyada keçir və Almaniya o dövrlərdir. Tarixi çox yaxşı background olan bir əsərdir. Sonra nə bilim New York var burada, Avropa, İsveçrə var. İsveçrə var. Çox yerdən keçirsən sən bir. Böyük bir belə bir ki, dünyaya qərq olursan bu əsəri oxuyanda və münasibətlər və dialoqlar üzərindən kişilərin münasibətləri və qadınların münasibətləri yenə də o münasibətdəki fərqi çox rahat görmək olur. Biz bundan əvvəlki epizodumuzda diktimlərdən danışırdıq bu arada. Və onu düşünəndə təbii ki, qadın açısından bir çox şeylərə mən yəni anlam, yəni empatiya göstərə bilirəm, amma biraz düşünəndə burada iki qadın obrazı var. Biri Terezadır, biri də Sabina. İkisi də bir-birlərindən çox fərqlidirlər və mən düşünürəm ki, Zosi, Teresa bu relationshipdə victim kartını oynadı öz yanında saxlamaq üçün. Kişinin adı nə idi? Tomaşı yanında saxlamaq üçün victim kartını oynadı. Fraqmentini deyirəm. Məsələn, onlar getdilər Şveysariyaya və Şveysariyadakı o insecurityləri üzə çıxdı. Xoşbəxt ola bilmədi orada. Xoşbəxt ola bilmədi və çox egoistik yanaşdı. Çünki o qayıtmaqla elə bil ki, özünü Tomaşın qabağında çox zəif göstərdi və Tomaş izralisti qayıtdı onun üçün və bütün həyatı puç oldu. Mən deyə bilərəm ki, orada elə bil ki, o dönülməz bir yerə girdi, pasportu alındı, bir daha artıq o ölkəni tərk edə bilməzdi. Yəni, mənim gözümdə Teresa biraz diktimdir. Nə yalan deyim. Ola bilər. Amma eyni zamanda burada mən 2 nəfərə olan sevgini də görməmişdim. Düşünmürəm ki, buradakı hero, bu Tomaş 2 qadının ikisini də sevirdi. Sanki Teresa'ya yazığı gəlirdi 100%. daha çox. Məncə ümumiyyətlə Sabinanı da sevmirdi. Mənə elə gəlir ki, Sabina daha çox şeydir. Sabina ona çox bənzəyirdi. Sabina elə bil ki, yəni bütün şeyləri ilə, craziness ilə, wildness ilə çox oxşayırdı Tomaşa. Mənə elə gəlir, ona görə ona çox rahat idi. Amma Teresa'ya həm yazığı gəlirdi, həm də mənə elə gəlir, orada bir dənə cümlə var. Zosi, girdim notlarıma bu arada. Kundera haqqında bir dəfə danışmağı düşünmüşdük, belə adi podcast kimi çəkmək üçün. Onda girdim notlarıma, orada bir dənə cümlə var idi. Sabina soruşur ki, Tomaşa, kitabın əvvəllərindədir bu arada, ona görə bu spoil kimi deyil. Deyir, yəni, seriously, seçə-seçəsən Teresa ilə qalacaqsan, evlənəcəksən. O da qayıdır ki, biz 2 həyat yaşasaydı, yaşaya bilsəydik, bir həyatın içində 2 həyat yaşaya bilsəydik, birində Teresa ilə yaşayardım, o birisində isə onu evimdən qovardım ki, görüm hansı daha yaxşıdır. Amma həyat bir dənədir deyənə mən o seçimi eləyə bilmirəm. 2 dənə option içində qalır. Mənə elə gəlir ki, o victimizinglə Tomaşı bağlayır özünə. O zəif nöqtəsini tapır Teresa, öz insecurityləri ilə bağlayır. Mən sevmirəm Teresanı bu kitabda və düşünürəm ki, öz belə o darkness-ını Tomaşa da yapışdırdı hardasa. Mən məsələn elə oxumamışdım. Mən hardasa kimi oxumuşdum ki, Teresa
Yəni Tomaş biri ilə evlənəcəkdisə, bu ancaq Teresa tipli biri olacaq. Səncə Tomaş evlənməli idi vəbşə? Bilmirəm, amma yəni Tomaşın Teresadakı o saflıq, o belə kənd qızı, hardasa o Kemalin Füsunda aşiq olduğu şey. Elə tiplər var da, yəni çox belə nə qədər alfasansan, nə qədər belə dünyanı çözmüsən, filosofsan, ən belə şeysənsə, cool sənsənsə, o qədər sənin həyatın içindən bir qadına anormal dərəcədə aşiq ola bilirsən. Yəni Kemal kimi adam, yəni ətrafında oxumuşlar, Avropa filan, getdi o kəndli qızına aşiq oldu. Bir də yəqin ki, həm də ona görə ki, sən onun yanında çox cool takılmağa ehtiyacın yoxdur. Hə, ki, bütün hər şeylə həmişə hər yerdə cool takılırsan. Ay, sağ ol. Amma birdən qabağına gəlir bir dənə belə pakılıq kimi görürlər də. Yəni əslində o kişilərin var bu, bəlkə də bu, nə bilim, dinlərdən hansısa belə Saint Teresa, Məryəm falan, Teresa, Kakras. Yəni oralardan gələn kişilərdə bu qadınları belə nə dərəcədə şeydirsə, təmiz qalıbsa, o dərəcədə aşiq olur. Halbuki dediyim kimi də, yəni aşiq olan adam özü də yəni, dünyanın hər zibilindən çıxmış, girmiş, çıxmış tiplərdir də. Belə bir qəribə bir balanssızlıq var o şeydə. Bir də yəqin ki, özlərindən zəiflərin yanında özlərini daha hero hiss eləyirlər. Biraz onun da bəlkə influensi var, niyə Zosi? Məsələn, Teresa Sabina çox cool idi də. She was very self-sufficient. Bir də Sabina məsəl üçün Tomaşdan elə bir gözləntisi də yox idi ki, o ilə ailə qursun. Sabina ümumiyyətlə konsider eləmirdi. Alfa bir qadın idi. Alfa bir qadın idi, yes. Sevirdi, amma deyirdi elə belə cool takılaq. Gözləmirdi yəni. Ona görə mən elə gəlir ki, biraz bilirsən burada harda switch-i görürəm. Mən o qədər bənzədirəm Sabina ilə Tomaşı. Ona görə fikirləşirəm ki, bəlkə də Tomaş ümumiyyətlə marriage product deyil idi. Bəlkə həyatı daha successful ola bilərdi. Tomaş deyildi marriage product ki, o əsər boyu da biz onu görə bilirik ki, adam heç o deyil, amma işte zəifliyi və qurban olmaq məsələsidir. Yəni Tomaşın da zəifliyi o paklığın qarşısında əzilməsi idi. Yəni o da bir əzilir orada, yəni ki, normalda yoxsa nə qədər diktim olsan da o adamın ona meyli yoxdursa nə dərəcədə manipulə eləyə bilərsən, yəni Tomaş qədər fəlsəfi birini. Amma eləyə bilərsən, Zosi, eləyə bilərsən. Məncə o vicdanla oynayır. Vicdanla oynayırsan. Vicdanla oynayıb ay sağ ol. Onun zəifliyi. Yəni o an o influensi göstərə bilərsən. O insan o vicdan hissi ilə gedər eləyər bir addımı. If so irreversible bir yer. O irreversible dedim, irreversible filmi yadıma düşdü. Monica ilə əri. Yeah. My God. Düzdür, relationship deyil o məncə. Biraz. Hə? Biraz vardır. Mən orada ancaq şey səhnələri. Violent səhnələr. Violent heç də, biraz var imiş. Nəysə ki, biraz ümid eləyirik ki, bu arada çox personajlara dərinləməsinə gedərək heç izləməyən, heç oxumayanlar üçün maraqsız olmur bu podkastda, amma çalışırıq oradakı situasiyanı real, məsələn, insanlar üzərində real, məsələn, victimlıq nədir, nə bilim, onun üzərinə biraz calayaq ki, sadəcə kitab üzərinə uzun-uzun danışmış kimi səslənməyək. Məsələn, bir dənə sual verim sənə, Zosi. Sualımı verə-verə yəqin ki, formalaşdıracağım. Çünki elə bir skillim yoxdur beynimdə sualı formalaşdırım mən. Flow ilə. Məsələn, 2 dənə seçimin var, düzdür? İkisindən birini seçirsən və onunla yaşayırsan və həyatının hansısa dönəmində deyirsən ki, xoşbəxtəm. Düzdür, gəlirsən məsələn o nöqtəyə, deyirsən ki, xoşbəxtəm. Səncə bu bir delusiondur? Çünki sən bilmirsən o birisində nə qədər xoşbəxt ola bilərsən. Səncə, yəni bizim seçimlərimiz limitləşdikcə özümüzü elə bil daha xoşbəxt hiss eləyirik. Optionlarımız azaldıqca. Məsələn, gedirsən, kənddə yaşayırsan, kənddə artıq nə bilim yanındakı qadından başqa heç kim yoxdur. Artıq optionların o qədər azdır ki, o qadınla özünü çox xoşbəxt hiss eləyirsən. Səncə odur real xoşbəxtlik? Əgər sənin optionların azalırsa, artıq gözün gəzmir. Sualını anladım. Mən elə baxmıram. Mən baxmıram ki, insanın xoşbəxtliyi başqa bir insana bağlı olmalıdır və mən elə düşünmürəm ki, biri ilə evləndim ya da birlikdə oldum, sevgili oldum deyə, indi artıq xoşbəxtəm. Çünki xoşbəxtliyi mən qarşı cinsdən ya da partnyordan aldığımı düşünmürəm. Daha in peace, skажем. In peace. Xoşbəxtlik sözünü eliminate eləyək. Amma sən düşünürsən ki, məsələn, bax,
Допустим, Tomaşla Teresanı götürək də. Tomaşla Teresa Şveysariyada yaşasaydı, onların ikisi də xoşbəxt olmayacaqdı. Tomaş yenə də gedib naleva направо qızlarla yatacaqdı. Teresa da kahrından öləcəkdi. Amma bunlar ikisi getdilər kəndə, правильно? Уже optionları qalmadı. Və at some point onlar o pisi tapdılar. Teresa tapdı obviously çünki onun dünyası Tomaşdı. Teresa Tomaşdan başqa heç nə lazım deyil idi bu həyatda. Tomaş isə artıq başqa optionları yoxdur. Yəni o gəzə bilmir, toza bilmir, başqa heç nəyi görmür. Ona görə elə bil o bare minimumdan xoşbəxt olmağa öyrəşir. Xoşbəxt olur axırda Tomaş. Bir cümlə ilə bitir də, o cümlə ilə bitir. Yadıma gəlmir. Kənddə də xoşbəxt olmağı seçə bilərsən biri ilə kəndə. İşte seçimdir, yoxsa çarəsizlik? Xoşbəxtlik bir hissdir də Zosi, yəni sən elə hiss eləyə bilərsən. Yəni hər situasiyada. Hətta belə bir şey oxumuşdum ki, insan beyninin o çatdığı maksimum xoşbəxtlik leveli da. Məsələn, kimsə bu günə kimi fiziki varlığı ilə yaşayır, sonra bir gün məsələn ayaqlarını itirir. Və o adamın üzərində eksperimentlər aparırlar və o adam hansı ki leveldə xoşbəxt idisə, ayaqlarını itirəndən sonra da yenə də o leveldə xoşbəxt olursan. Yəni sənin xoşbəxtliyin az, bir müddət normalın dəyişir. Bir müddət depressiyaya düşürsən filan, o bir prosesdə, amma yenə də xoşbəxtliyin again bu tatumda kimi də sadəcə bir hormon olduğuna düşünürəm və hər formada, türmədə də xoşbəxt ola bilərsən. O demək deyil, türmədəsən deyə xoşbəxtsən, bayırda olsan xoşbəxt olmazdın. Sadəcə yəni ki, mən elə görürəm ki, yəni realitin dəyişir deyənə, artıq sənin realitin bu olur deyənə, burada artıq o reality çərçivəsində sənə xoşbəxtliyi nə yaşada bilərsə, o yaşadır. Amma adam da ola bilər ki, kəndə gedir, həmin o kəndçi. Teresa kəndçi idi, you're not lying. Yəni kəndə gedir, öz həyatını limitləyir, amma xoşbəxt olmur. Yəni illa xoşbəxt olacaq bir şey də olduğunu düşünmürəm. Mən o qədər elə adamlar tanıyım ki, qocalıb artıq hələ də belə bədbəxtdir, hələ də bədbindir, hələ də dava axtarır, konflikt axtarır. Yəni insanın içində olan bir şeydir də. Yəni sən oraya o situasiyada çata da bilərsən, çatmaya da bilərsən. Yəni türmədə son gününə kimi depress də ola bilərsən, amma içində əşi. Bu dediyim bilirsən nə yadıma düşdü? Bir dənə də kitab var, Tuesday with Morris. Əgər oxumamısınızsa onu da oxuyun. Bax oradan xoşbəxtliyin. Mən onu sənə hədiyyə vermişdim. Hətta o kişinin kafası da, yəni ki, əşi. Yəni xoşbəxtlik biraz o əşidir. Ola bilər. Biraz pafigizm girir xoşbəxt olmaq üçün insanın içinə. Amma o da sənin öz-özüvə bugündən sonra pafigist olacağam deyib edə biləcəyim bir şey deyil də. Mən ona görə heç kəsə gedib məsləhət verə bilmərəm ki, xoşbəxtliyin sirləri bunlardır. Yeah, right, mən də verə bilmərəm. Heç vermərəm də. Heç çözməmişəm verim yəni. Xoşbəxtliyi çözüm bir. Hərənin bir cür yaşayır. Yeah, düzdür. Hərənin xoşbəxtliyi fərqlidir. Onda bu şeyi bağlamaq üçün kitablar və seriallar və filmlər maraqlı oldusa yazın ki, siz belə şeylər görmək istəyirsinizsə daha çox. Amma sadəcə söhbət eləməyimizi istəyirsinizsə biz onu da eləyərik. Easy peasy. 2025-in Women's Prize-da qısa siyahıya düşən bir əsəridir bu. Miranda July, All Fours. All Fours yəqin ki şey deməkdir. Yıxılanda belə All Fours-la düşmək, yəni dörd ayağa düşmək kimi. Tərcüməsi ona görə olmur yəqin ki. Bu kitab da mənim son illərdə oxuduğum, keçən il oxuduğum və qadınlıq üzərinə ən sevdiyim əsərlərdən biri oldu. Burada da uzun davam edən bir monoton partnyorluq münasibəti var və bu qadının bununla baş etmə və həyatda qalma, yəni bu münasibətin içində qalma, yoxsa bu münasibətdən çıxma, nə lazımdır, yəni axtarışlardadır, harca özünün axtarışlarındadır və o qədər gözəl bir əsərdir ki, yəni heç bir spoil etmədən, Zosi sənə də çox məsləhət görürəm. Mən bunu oxumamışam bu arada. O qədər möhtəşəm üstü bir əsər oldu mənim üçün. Bəlkə də mənə çox belə həyatımın içindən bir yerdən mənə təsir elədi. Çünki çox müasir bir dildə münasibətlər müzakirə olunur. Çox sözümüz var.
Münasibətlərdən danışdıq, kitablarımızı, seriallarımızı, filmlərimizi müzakirə elədik və indi hal-hazırda son storimizə gələn yazıları oxuyub onların üzərindən də öz fikirlərimizi bildirmək istəyirik. Bir neçə dənəsini kombayn eləyib ümumi şəkildə danışmaq istəyirik. Deməli, sualımız oydu ki, növbəti buraxılışlarımızda nə haqqda danışaq və cavablardan biri уверенность в себе, любовь к себе, внутренняя опора. Yəni özünə olan inam, özünə olan sevgi və özgüvən. Eyni anda bir başqa xanım da yazıb böyümək haqqında danışır. Ona görə biz belə qərara gəldik ki, biri o birisinə bağlıdır. Ona görə bunları birləşdirib fikir bildirək. İstəyirsəniz Zosi sən başla. Böyümək, yəqin ki, bunu bizə yazan insanlar 20'lərinin əvvəllərində olan insanlara maraqlıdır ki, 30'lar necədir? Və 100% onu deyə bilərəm ki, mənim üçün böyümək odur ki, indi fikirləşirəm ki, kaş indi olduğum bu İndiki ağlım onda olardı. Ağılda, dünya analizində filan 20'lərimdə də olardım və o qədər çox daha rahat. Əslində 20'lərlə 30'ların fərqi odur da. Yəni ki, sən 20'lərdə hər şeyi çox overthink edirsən, çox üstünə düşünürsən, analiz edirsən və fikirləşirsən ki, ayda indi qərar verməliyəm, həyat belə elə. Amma 30'larda o rahatlıq niyə gəlir? 30'larda birincisi onu anlayırsan ki, həyat həqiqətən çox qısadır. Yəni 30'ların mənim üçün 20'lərdə sanki hələ realization'a çatmırsan ki. Çox gəncsən. Gəncsən və elə bilirsən ki, hələ uzun müddət gənc olacaqsan. Yeah, that's true. Amma 30'larda düzdür. Bir yandan da başa düşürsən 30'larda ki, bunun 45'i var, bunun 50'si, onların da gözəl tərəflərini indidən adam belə yaşamağa həyəcanlanır. Yəni biz 100% şey tiplər deyilik də, ay qocalırıq, ay nə bilim nə, yox, biz görürük ki, hər yaşın öz gözəlliyi var, sözü elə belə düşünülmüyor. 100%. Amma 30'larda gələn o rahatlıq hissi, kaş 20'lərdə də insan o şeyə gəlsin, yəni başa düşsün ki, bir yandan anlayırsan ki, vaxt keçir və bu qədər gənc bir də heç vaxt olmayacaqsan və onun özgüvəni ilə daha çox nəsə eləmək istəyirsənsə, elementar bizim podkast eləməyimizə. Yəni 20'lərdə deyirsən, əşi elə vaxtıma var, bunu eləyərəm, onu da eləyərəm, onu da çatdıraram. Amma 30'larda deyirsən ki, yox da yəni ya bunu indi eləyəcəm, ya eləməyəcəm və onun qazı ilə daha çox şey eləməyə çalışırsan həyatda. Bir də yəqin ki, bəlli yaşa gələndən sonra artıq yeniliklərə başlamaq üçün, addım atmaq üçün vaxtının bir növ limited olduğuna da gəlirsən. Bunu da pis mənada demirəm. Həqiqətən də insanın cəsarəti böyük addımlara daha gənc yaşlarda elə bil daha çox olur, daha cəsur hiss eləyirsən, daha az şeyi düşünüb eləyirsən. Söz və qüvvət Zosi, yəni indi 20'lərlə 30'ları müqayisə elədin. Eyni dərəcədə mənim yaxın rəfiqələrim var, 40'larının ortalarındadır və onlarla danışanda onların artıq hansı mindsetdə olduqlarına baxanda başa düşürəm ki, okey, orada çatmaq üçün hələ bir 10 il yaşamalıyam və böyümək yəqin ki, budur. Durmadan bəzi şeylər insanın beynində, həyatında, özünə qarşı olan münasibətində dəyişir. Tək özünə deyil, ətrafındakı olan insanlara qarşı da dəyişir. Yəqin ki, yaşla insanın özünə olan sevgisi artır və hər şeyin də təməli odur. Onsuz da hər podkastımızda danışanda da onun realization'a gəlirik ki, həqiqətən də hər şeyin bünövrəsi özünə olan sevgidir və o özünə olan sevgini söz kimi bəlkə deyirsən özünə 20'lərdə, amma onun praktikasına başlayırsan hardasa 30'larında. Ən azından mən bunu özümdə belə hiss eləmişəm. O 20'lərdə hələm o insecurity'lər, bəzi şeyləri sorğulamaq, bir çox şeyi sorğulamaq, bəzi komplekslər, onlar artıq bəlli yaşdan sonra deyirsən, əşi gör nəyə mən önəm vermişəm deyib buraxırsan və budur yəqin ki, böyümək. Əminəm ki, 45'ində olan insan da 55'ində olan insanla danışanda o da fikirləşir ki, akazvıca belə də olurmuş. Yəni bu mənə elə gəlir durmadan dəyişən bir patterndir. Böyümək, özünə olan sevgi. Yəni indi özümü sevirəmsə bundan daha çox sevə bilmərəm deyə bir şey yoxdur. Bir 5 ildən sonra daha da çox sevəcəksən. Sənin üçün nədir özümü sevmək?
Yəqin ki, özümü sevmək mənim üçün hər şeydən və bütün fikirlərdən, bütün insanların mənə qarşı olan münasibətindən asılı olmayaraq özümə verdiyim dəyərdir. Qatılıram. Və o dəyərə sən gələndə başa düşürsən ki, artıq bunun limiti yoxdur və bunu istəyirəm egosentrikliklə və narsistliklə qatışdırmayaq. Çünki bu da bir balans şəklində olmalıdır. Aşırı egoistik yanaşma ilə deyil də, bu sağlıqlı özünə olan sevgidən danışıram. Başqalarına ziyan verməyəcək dərəcədə və başqalarının da sənə ziyan verməyəcək yəni baryerini qorumaq şərti ilə. Yəqin ki, mənim üçün odur. Mənim üçün yəqin ki, özünü sevmək birincisi özünü bütün mənfilərinlə qəbul eləməyi bacarmaqdır. Yəni ki, sən nə vaxt ki özünlə barışırsan, yəni ki, biz ilk epizoddan dedim, biz artıq özümüzlə o barışma levelına çatmışıq ki, artıq yəni ki, ay məni buna görə tənqid eləyərlər, birdən deyərlər filan şey səndə səhvdir filan. Onları haçan ki görməməyə başlayırsan və özünü mənfilərini də qəbul eləyirsən, nə bilim, çatışmazlıqlarını da qəbul eləyirsən və deyirsən ki, okey də, yəni mən özümlə barışdım. Öncə yəqin ki, ilk etapda özünlə barışmalısan, özünü qəbul eləməlisən və qəbul etdikdən sonra sevməyə başlayırsan. Bu biraz ağrılı bir prosesdir. Yəni ki, çünki dediyim kimi də, yəni biz hamımız sosial heyvanlarıq. Yəni biz bir toplumun içində var oluruq və toplum istəsən də, istəməsən də, sən nə qədər özünü inandırsan ki, mənim azad iradəm var, mən hər şey özüm qararım, sən heç bir şeyə yəni gəlsin özünü ən free olduğunu deyən adam da gəlsin bunu mənə desin, mən onun da inanmayacağam ki, öz azad iradəsinə full çatıb. Yəni azad iradə deyə bir şeyin olduğunu da sual eləyirəm mən şəxsən. Amma o məsələn mən öz həyatımda necə bunu eləyirəm, bəlkə onunla bağlı deyə bilərəm. Yadımdadır ki, mənim uşaqlıqda belə bir bu adın çıxınca canın çıxsın sözü var idi və bu hamıya deyilib də, əminəm ki, çoxumuza deyilib, xüsusilə qızlara daha çox deyilən bir şeydir, təəssüf ki. Amma yəni ki, məktəb illərində filan mənə bunu deyən olmuşdu. Yəni mənə deyirdilər ki, okey, biz bilirik, sən tutaq ki, çox sosialsan, oğlan dostların da var, qız dostların, biz bilirik ki, sənin burada elədiyin bir pis bir şey, əxlaqsız bir şey yoxdur ki, əxlaq sözünü də ayrıca müzakirə eləyərdim, amma adın çıxınca lütfü canın çıxsın da və sən o sənə belə verilən bir şey olduğunda, belə həyatla bağlı bir yol xəritəsi o olanda ki, okey, mən nə edeyim ki, mənim adım çıxmasın, sən özünü itirirsən o yolda və sən özünü limitləməyə başlayırsan və əslində kim olduğunu anlamamağa başlayırsan və mən öz həyatımda məsələn başlamışam bunun tərsinə bir fəlsəfə ilə yaşamağa ki, lütfü mənim hər şeydə adım çıxsın. Və mən artıq rahatlıyım ki, mən bundan sonraki heç bir qərarımı adım çıxmasın ya da sosiumda belə görünməyim, elə görünüm deyə eləmirəm. Həqiqətən, yəni içimdən gələn o içgüdüsəldir də türklər, intuitive levelda bunu eləyirəm. Yəni onu özüm üçün qəbul eləyəndən sonra və elə rahatlamışam, yəni inandıra bilmərəm ki, o necə bir rahatlatıcı və azadlaşdırıcı bir şeydir də. Yəni elementar bizim Zosi ilə burada oturub münasibətlərdən danışmağımız belə, kimin üçünsə bu böyük bir red flagdir, kimin üçünsə bizə də tənqidlər də gəlir ki, siz necə bu işiniz gücünüz yoxdur filan. Amma yəni ki, mən deyirəm ki, yəni əvvəl yəni o neqativ şeylə qarşılaşım, qəbul edim ki, okey də, yəni mən artıq hansısa bir fiqur olmaq üçün, bir obraz olmaq üçün çalışmıram həyatımı. O bayaqki həyat çox qısadır məsələsi də. Yəni sən həyatın uzun bir dövrünü, xüsusilə 20-lərdə şey üçün yaşayırsan ki, mən filan kəsin qızıyam, mən filan kəsin bacısıyam, mən filan kəsin həmişə özünü kiminsə extensionu kimi görürsən, yoldaşıyam və s. və ona uyğun bütün qərarları verəndə o adamın avtoriteti ilə öz həyatını hardasa yaşamırsan da. Amma o yaşda birdən o indiki gəldiyimiz leveldə bizə o aydınlanma gəlir ki, okey, bu həyat mənə bir dəfə verilib, mən bir də heç vaxt 30-larımda olmayacağam ya da mən bir də heç vaxt indiki enerjimdə, indiki sağlıq durumumda olmayacağam və mən bu həyatı filan kəsin filan şeyi olmağa mı qurban verəcəm də, diktimim olacam mən öz həyatımın. Bu da özünə qarşı bir diktimliyidir. Yəni sən, okey, burada qurban olmağı seçirsən. Amma o an ki, məsələndə tutaq ki, mənə elə gəlir ki, ağıllı olmaq məsələsi də, yəni ki, o insan ki, özümü belə aparmayın, birdən elə bilərlər ağılsızam, bu cümləni ekstradan birdən sən onların qurbanı olduqca, sən özünü o şeylərə limitlədikcə, yəni həqiqətən əslində o ağıllılığın göstəricisi o deyil, yəni ki, tam tərsi, yəni insan o an müdrikləşir ki, başa düşür ki, mən indi
salaq da görünə bilərəm, and it's okay. Və buna əlavə bir fikir söyləmək istəyirəm. İki fikir söyləmək istəyirəm. Birincisi ümumiyyətlə belə bir psixologiyadır. Toplum həmişə səni özünə uyğunlaşdırmağa çalışacaq. Hər zaman insanlara rahatdır bilmək ki, həmin beləyəmsə, o da belə olsa mən özümü daha rahat hiss eləyəcəm. Mənim insecurity'm varsa, qoy onun da insecurity olsun. Mən nəyisə kompleksini yaşayıramsa, qoy o da nəyisə kompleksini yaşasın və səni həmişə ona doğru itələyəcək. Amma böyük picture-da mən düşünürəm ki, insanlar indiki dövrdə əsasən o qədər özlərinə odaqlıdırlar ki, at the end of the day, no one cares about anybody else. Hamının ancaq özüdür vecinə. Heç kimin heç kim vecinə deyil böyük picture-da baxanda. Ona görə kiminsə fikrinə görə oturub nəyisə eləmək özünə qarşı olan haqsızlıqdır. Çünki o insanın düşüncəsində olan sən deyilsən, özüdür. O özünü rahat hiss eləmək üçün səni nədəsə limited görmək istəyir. Çünki özünün cəsarəti çatmır hardasa onu eləməyə. Ona görə hamı özünü düşünərək bir fikir bildirir, nə bilim bir acı komment yazır, let's say. Çünki onun dünyası üçün bu o qədər ziddir ki və o qədər istəyir ki, hamı onun kimi olsun. Onun narrativində dünya necədirsə hamı elə özünü aparsın. Ona görə onu eləyir. Ona görə toplumun sürünün dalınca deyil, öz içdəki səsinin dalınca getməlisən, özünü dinləməlisən və özün kimi olmağa cəsarət özündə tapmalısan. Yəqin ki, böyümək budur. Böyümək yəqin ki, budur. Fikrinə görə topluma qarşı getmək yəqin ki, böyüməkdir. Yəni qərarlarını verəndə birinci onu düşünmək ki, bu həyat mənə verilib. Mən bu həyatı elə ya da belə yaşayacağam. Biri var mən bu həyatı qurban verdiyimə görə limitli yaşayım, bir də var istədiyim kimi yaşayım. Elə bil bir kitab yazırsan da, həyatın da bir kitabdır. O kitabı elə yaz ki, sabah birisi günlərim kiməsə bir şey olsun. Right? Netflix serialı kimi olsun. Yəni maraqlı olsun. Yəni bu həyatı sən də bir dəfə yaşayırsan. Yəqin ki, kitabların üstünlüyü də ondan ibarətdir. Zoysi bax, oxumağın da üstünlüyü yəqin ondan ibarətdir. Sən başa düşürsən ki, insanlar nə qədər fərqli həyat yaşayır və kiminsə fikrinə görə, kiminsə cacına görə, özünü nəyisə görə limitləmək özünə qarşı ən böyük haqsızlıqdır və bunu aşmaq da yəqin ki, ən böyük müdriklük və böyüməyə doğru olan bir yoldur. Ona görə 20-lərinizdə sizə məsləhət görə bilərik ki, bizim podkastda baxın. Yes. Mən çox istəyərdim məsələn. Bir də o dövrlər fərqlidir də. Məsələn, bizim 20-lərin əvvəlində yox idi belə kontent. Instagramda şey idi ancaq. İnsanlar belə square formatda. Bir də Facebookda weird statuslar paylaşırdıq. Qəribə şəkillər və amma indi fərqindəliyin çox yüksəldiyi bir dövrdə yaşadığımız üçün çox şanslısınız, yəni buradan Gen Z-yə səslənirəm ki, çox şanslısınız ki, əlinizdə həddən artıq çox instrumentlər var, alətlər var ki, daha tez, bizim indi çatdığımız şey siz bizdən daha tez çata bilərsiniz. Ona görə yolunuz açıq olsun. Yolunuz açıq olsun deyirik. Gəlin davam eləyək növbəti suala. Növbəti sual, terapiyaya getmisiniz heç? Hansı psixoloqları məsləhət görərdiniz? Bu barədə fikirləriniz? Mən terapiyaya getmişəm, daha gənc yaşlarımda, Bakıda yaşayanda getmişəm terapiyaya. Müsbət və mənfiləri olduğunu düşünürəm və yəqin ki, hər insan terapiyaya ehtiyacı olan insan və yaxud həqiqətən də sən görsən ki, sən bir problemin içindəsən və öz başına buradan çıxa bilmirsənsə və yanındakı yəni konkret şeylər sənə yetərincə dəstək olmursa, təbii ki, yəni yaxşı terapevtin dəstəyi məncə o insanlar üçün mütləqdir. Yəni suallarına cavab tapmaqda çətinlik çəkirsənsə və yaxud danışma ehtiyacın varsa, eşidilmə ehtiyacın varsa, yəni inanıram ki, terapiyaya gedib öz xarakterini inkişaf etdirən, öz həyatdakı duruşunu inkişaf etdirən insanlar var. Mənim yaxşı tanıdığım Bakıda da terapevtlər var. Orada sualı yazan adama şəxsən göndərərəm DM olaraq məsləhət gördüyüm terapevtləri. Amma yenə də mənə elə gəlir ki, kişilərin terapiyaya daha çox ehtiyacı var. Çox razıyam. Bilmirəm, bu stereotip bir düşüncədir yoxsa yox? Yox, mən əslində düşünürəm ki, bunun bir logical explanationu var. Ki biz danışırıq. Biz bütün günü bir-birimizlə danışırıq. Exactly. Mən terapiyaya getməmişəm və terapiya haqqında çox pozitiv fikirdəyəm. Düşünürəm, Zoysun dediyi kimi elə insanlar var ki, hansısa bir mübarizədə özlərinin gücləri çatmır və yaxud eksternal fikirlərə ehtiyacları olur. Terapiyaya məncə hamı həyatının hansısa dönəmində getməlidir, ehtiyac duyursa. Mən getməmişəm, amma ümumiyyətlə o fikrə qatılıram ki,
qadınlar bəzi psixoloji şeyləri, yəni mübarizələri bir-birlərinin arasında danışaraq çözümə daha rahat gələ bilərlər və bizim o şansımız daha çoxdur deyənə. Məsələn, belə bir şey oxumuşdum. Oğlanların, kişilərin mentalitetinin sağlam olması üçün onlar həftədə heç olmasa 3 dəfə dostları ilə yığışmalıdırlar. Bunu niyə deyirlər? Amma qadınlar üçün də var eyni şey. Qadınlar üçün də var, amma qadınlar normalda bunu edirlər deyənə. Məsələn, mənə elə gəlir ki, kişilər bunu daha az eləyir. Və mən burada kişilərin görüşmək deyəndə, yəni oturub PlayStation oynamaqlarından danışmıram. Məhz oturub söhbət eləməkdən danışıram. Onların da buna çox ehtiyacı var. Mənə elə gəlir bizim stereotiplərdə oğlanlar daha çox nərd oynamaq üçün o vaxt at least belə idi. İndi mən görürəm ki, məsələn, oğlanlar görüşürlər, danışırlar, hansısa bir mövzuları açırlar. Amma qatılmıram sənə Zosi. Nə barədə? Mənə elə gəlir ki, kişilərin niyə daha çox ehtiyacı var? Çünki biz söhbət orada çözüm ürətməkdən deyil də, danışa-danışa. Məncə terapiyanın ən böyük ehtiyacı odur ki, danışma ehtiyacı və şəxsi şeyvi danışma. Kişilər nə qədər danışsa da, onlar yenə də surface level mövzu bir-biri ilə mövzuya girmirlər. O içindəki dərdini bizim ən amma böyük... o biraz cultural bir şeydir, Zosi, mədəniyyətlə ilgilidir. Bizim mədəniyyətdə girmirlər, amma elə mədəniyyət var ki, orada kişilər hər şeydən danışırlar. Məncə hər şeyi də, yəni danışmağa ehtiyac yoxdur o dərəcədə də, amma o leveldə də hər şeyi danışan insanlar var. Bəlkə məsələn o bacısı olan kişilər, anası ilə çox yaxın olan kişilər hardasa o ehtiyacını o şeylə, yəni biz öz ölkəmiz üçün danışırıq da, əlbəttə ki, o ehtiyacını necəsə ödəyirlər, amma xüsusilə belə çox maskulin enerjidə olan, həmişə ətrafında ancaq Zosi demişdi, ya PlayStation oynayacaqlar, ya futbol oynayacaqlar, basketbol oynayacaqlar. Düzdür, bu da onların o oyun ehtiyaclarını ödəyir. Məncə kişilərin o competition ehtiyacları da tarixi olaraq bu nöqtəyə gəlib də. Bunlar bir yerdə müharibələrə gediblər, bunlar bir yerdə gedib ovlayıblar filan və onların o dopamin ehtiyacı daha çoxdur da. Nəsə oynayım, qalib gəlim. Reward ehtiyacları daha çoxdur qadınlara görə. O bir dənə Friends-də səhnə var. Orada Rachel'la Ross'un ilk öpüşdüyü səhnədir. Rachel necə gəlir onu danışır və Ross necə gəlir. Qızlara gəlir deyir ki, bəs biz öpüşdük və qızlar şərab açır, nə bilim nə divanda rahat, şamları yandırırlar. Okey və 3 saat o öpüş danışır. Yəni necə bir terapiyadır da. Oğlanlar belə futbol oynayır ki, biz öpüşdük. Dil. Okay, cool man. Vəsə yəni 2 cümlə ilə o cür hekayəni. Amma əslində oğlanın ona bəlkə də ehtiyacı var. Ona bilmirəm, mən bəzən məsələn oturub düşünəndə bu barədə, ona görə mənim üçün terapiyanın yəni 2 tərəfi var. Понятное дело, elə insan kateqoriyası var ki, hamıya bunu şamil etmirəm. Amma düşünmürəm ki, terapiya hamı üçün yararlıdır. Ümumiyyətlə, məsələn, olubdur ki, mənim yaxınım Amerikanlı bir qız 3 dəfə, 4 dəfə terapevtdan dəyişibdi və düzgün terapevti tapana qədər də hansısa əziyyətlərdən keçib. Bəlkə o bir şeylər var, trigger olunacaq, olmazdı, amma pis terapevtə görə bəzi şeylər trigger olunur. Bir də, məsələn, hərdən anamla danışıram. Məsələn, понятное дело, mənim anam, yəni ki, bizdən öncə gələn nəslin nümayəndəsidir və bir çox şeyə həyatında o qədər light yanaşıbdı ki, overthink eləməyib, light yanaşıb, onun çox dərinliyə var, əşi deyib keçibdi və baxıram ki, o terapiyaya gedən insanlar da var, hansılar ki, onun üzərinə gedib, onu fiks eləməyə çalışıb, yəni yenə də deyirəm, bunu hamıya şamil etmirəm, terapiyanı burada pisləmirəm, sadəcə olaraq bunun necə iki başlı olduğunu anlatmağa çalışıram. Və görürəm ki, məsələn, mənim anamın aproçu ilə bu daha düzgün yola gətiribdi. O birisi onun daha böyük əziyyətini çəkibdi. Mənə elə gəlir ki, ona görə terapiya hamı üçün deyil. Həqiqətən də əgər özündə o gücü tapıb bunun öhdəsindən gələ bilirsənsə, burada depressiyadan əziyyət çəkən və yaxud hansısa diaqnozu olub əziyyət çəkən insanları qatmıram. Hal-hazırda sadəcə olaraq bunun trend olaraq nə qədər inkişaf elədiyini görürəm və hamı poqalovla gedir terapiyaya görürəm. Bu mənə biraz şablon kimi gəlir. Şablon kimi gəlir. Bir də təbii ki, terapevtdən terapevtə fərq var, amma o elə növ terapevtlər də var ki, bir narrativlə hamıya, bir oxuduğu kitab əsasında hamını
yönləndirməyə çalışır və bu da mənə çox subyektiv gəlir. Ona görə biraz üzərində mübahisə edilə biləcək mövzudu düşünürəm. Bir də təkcə o da deyil. Yəni o olsa dərd yarı həqiqətən ən azından bir kitabdan bir şey. Bir də yəni terapiyanın mənə elə gəlir ki, xüsusilə Amerika kimi ölkələrdə, belə vəhşi kapitalist ölkələrdə bu artıq şeyə çevrilib, yəni ki, necessity olmalıdır. Yox, o dərman şirkətinin dərmanlarını satması üçün marketinqə olunan bir trendə çevrilib ki, mən böyük bir Big Pharmada, böyük bir dərman şirkətiyəm və mən bu dərmanları satıb super multimilyoner olmağım üçün hamı terapiyaya getsin məntiqi var. Orada mən də sənə qatılıram ki, yəni əgər içində nəyəsə belə takılıb qalmısansa və onu özün çözə bilmirsən, danışırsan və gecələr yuxusuz qalırsan və həqiqətən əziyyət çəkirsən, əzab çəkirsənsə, təbii ki, sənin bir professionalın fikrinə ehtiyacın var. Amma əgər mən durmuşam, ay bu gün də nə bilim də, hava da belədir, banan istəyirəm amma çiyələk dadında olsun kafasında gedirsənsə terapiyaya, o artıq sən bir trendin qurbanı oldun deyə gedirsən və sənə də eyni antidepressantı yazacaqlar və səni də eyni şəkildə hansısa bir başqa o antidepressanın zərərli şeylərindən qarşılaşmağa başlayacaqsan. Ona görə it's tricky, yəni ki, iki tərəflidir. Plus bir dənə də onu deyim ki, etik tərəfi məsələn. Mənə elə gəlir ki, bizim ölkədə əminəm ki, çox yaxşı terapevtlər də var, amma insanların ən böyük çəkdiyi çətinlik odur ki, bizim ölkədə biraz o şey məsələsi var da, çox iç-içə bir xalqıq, hamı hər şey birinə. Yəni sənin terapevtin nə qədər etikdir, sən ona nə dərəcədə içini açıb danışa bilərsən ki, o gedib bunu, çünki mən elə psixoterapevtləri də Azərbaycandan tanıyıram ki, öz ona gəlib danışdığını gedir yaxınına, ona buna danışır və bu istoriya, yəni o qədər riskli bir şeydir də. Ona görə ehtiyatlı olun, diqqətlə seçin. Bu farmaseptik tərəfinə görə bir fikir bildirmək istəyirəm. Mənim burada bir rəfiqəm var, HR-da çalışır və müəyyən dövrlərdə internləri olur. Nə bilim, gəlir universiteti təzə bitirmiş 20-30 gənc uşaq və biz hərdən onunla danışırıq. Deyir, yəni belə şey mən görməmişəm. Bunlar hamısı pil şeyi ilə yaşayırlar, alarmı ilə yaşayırlar. Hamısı nəsə pil içir. Hamısı deyir ki, mental issue'larım var. Hamısı deyir ki, terapevtimlə nə bilim bunu işlədim, məndə bu var. Ona görə mənə belə yox, belə bax. Yəni ki, ona da inanıram ki, bu trend şəklinə gətirilib deyənə artıq insanları, tim boley gəncləri daha da zəifləşdirir. Artıq sən özün kop eləməyə cürət belə göstərmirsən. Deyirsən, nəşi, easy way, gedim terapiyaya, gedim 2 dənə pil içim. Bir də Zosi, terapiyaya gedib pil içsən yaxşıdır. İndi hal-hazırda o qədər app, map, nə bilim, get test elə, get onu elə. Burada antidepressantı sən bəzilərini gedib normal mağazindən belə ala bilirsən. Yəni götürürsən, hansısa testi keçirsən, o test nəticəsində deyir ki, sən get bu pilları iç, sən də girsən o pilları. Yəni biraz mentality zəif olan insan, copingi zəif olan insan həqiqətən də gedir o dərmanı içir. Olur nam, hansısa dövrdə, periodda. Ona görə çox trikkidir. Yəni danışsaq bunun həqiqətən nə qədər müsbəti varsa, bir o qədər mənfiləri var və danışdıqca üzə çıxır. Ona görə bir fikirli, bir mənalı deyə bilmərəm ki, terapiya yaxşıdır və yaxud pisdir. Bu sadəcə olaraq mənim fikrimdir. Mənə aid, mənim yəni ki, praktikama və observationlarıma əsasən bir fikirdir. Amma təbii ki, son seçim və son söz sizin. Bir fikir daha gəlibdi. Bir nəfər yazıbdı ki, kişinin qadında gözəlliyə yox, beyinə baxması məncə maraqlı mövzudur. Bunu müzakirə edək. Müzakirə edək deyirsiniz, müzakirə edək. Yəni böyük bir disclaimer eləmək istəyirəm. Keçən dəfə eləyə bilmədik onu ki, biz burada xüsusilə daha çox çalışırıq. Məncə, mənim fikrimcə, mən belə düşünürəm, cümlələri ilə danışmağa başlayaq ki, heç kəs düşünməsin ki, biz burada bir statement veririk də, yəni bir son bitmiş bir fikir veririk. Conversation with friend. Yəni belədir. Conversation with friend. Biz özümüz də burada danışa bəzən bir fikirdən başqasına gəlirik, düzdür. Əslində podkastın da gözəlliyi odur ki, yəni ki, biz burada diplomlu həyat koçları və yaxud da ki, uzman psixoloqlar falan deyilik, amma fikir mübadiləsi edirik, gəldik. Dəqiq olsun. Yəni bu mövzuya baxsaq, bu çox normal bir şeydir. Ümumiyyətlə belə bir stereotip yoxdur ki, kişi ancaq zahiri görünüşə baxır və yaxud daxili görünüşə baxır və yaxud nə bilim saçının rənginə baxır, ayağının uzunluğuna baxır. Bu biraz qadın və yaxud qadın. Necə ki qadınlar var hansı ki, nə bilim sapioseksualdır dediyimiz kimi, ilk bəlkə gözəlliyinə baxmaz oğlanın, heç vecinə də olmaz ki, elə qadınlar da var.
deyə bilərəm ki, mənim üçün də bəlkə gözəllik birinci yerdə deyil. Və onun yəni beyninə baxır, onun ağıllılıq səviyyəsinə baxır. Eləcə də oğlanlar, yəni elə oğlanlar var ki, həqiqətən də ilk yəni görünüşlə deyil, o etkilənir onun dediyi hansısa fikirlə. Yəni bu bir çox də məncə bu elə bir şey yoxdur. Məsələn, mən sapioseksualam deyirəmsə, bu o demək deyil ki, mən ancaq mən həm sapioseksual ola bilərəm. Həm də görünüşə diqqət eləyə bilərəm. Həm də ki, görünüşə görə də kimisə bəyənə bilərəm. Başqa birində yəni ki, o da belə bir setting yoxdur. Ya həyatımın bir dövründə sapioseksual ola bilərəm. Bu biraz robotikdir də, elə bil ki, settingslərim var. Ancaq qısa boylu qızlardan xoşlanıram deyə bir şey. Bir gün qısa boylu. Yəqin ki, biz daha çox enerjidən etkilənirik, yəni təsirlənirik. O insanın bizdə yaratdığı və daha çox əslində o Jungun da dediyi kimi də biz kimlərdən xoşumuz gəlir? Bizə güzgü tutan insanlardan. Yəni o insan necəsə bizə güzgü tutur deyə. Yəni çox daha psixolojidir bizim insanlar bəyənməyimiz. O terminlər mən sapioseksualam, mən ancaq gözəlliyə, onlara mən çox inanmıram. Yəni çox gözəl də ola bilər, amma sənə güzgü tutmur deyə heç bir maraq səndə oyatmaya da bilər. Eyni şəkildə də çox dünyanın ağıllı ola bilər, amma eyni zamanda da görə bilərsən amma ki, sən enerjiniz tutmaya bilər. Ona görə elə bir trend varmı bilmirəm. Yəni mən belə başa düşdüm yazanın dediyindən ki, elə bir trend var ki, artıq qadın daha çox gözəllik deyil, ağıl. Mənə elə gəlir ki, bu da biraz subyektivdir. Hər kəs də fərqlidir, insanlar fərqlidir. Həqiqətən də sosial insanlar da var. Qadınlı kişisi fərqi yoxdur. Məsələn deyir ki, zahiri görünüş mənim üçün çox önəmlidir. Nə qədər ağıllı olur olsun, nə bilim, nə qədər. Elədir. Mən məsələn birinci, yəni zahiri görünüşə görə seçib, sonra onların içində ağıllısını seçərəm. Yəni ki, ən birinci mənim başa düşürəm ki, xarici estetik gözəllik mənim üçün çox önəmlidir məsələn. Önəmlidir. Yəni görürsüz, yəni dəyişir. Dəyişir. Adamına görə dəyişir. Amma elə couplelar da görmüşəm. İndi fikir də bildirsəm elə fikir bildirəcəm ki, kiminsə partneri gözəl deyil və yaxud yaraşıqlı deyil. Again, yaraşıqlı sözü də çox subyektivdir. Yəni ay sağ ol, Leyliyə Məcnunun gözü ilə bax. Ay sağ ol. Bunun da settingsini, bunun da belə bir kitabçasını bizə kimsə verməyib ki, bax bu özəlliklərin olsa gözəlsən. Kimisi əsmər sevir, kimisi blond sevir, kimisi short sevir, kimisi long sevir. Təbii ki. Kimisi thick sevir, kimisi thin sevir. Amma yəqin ki, o qadınlar, ağıllı qadınları seçmək də, necə ki, ağıllı kişiləri seçmək tamamilə həyatda qalma instinkti ilə seçdiyimiz şeylərdən biridir. Məsələn, belə bir şey var da, insanlar sağlam görünən insanları sevir. Birinci ona attracted olur da. Yəni ki, nə bilim, baby face-lər niyə əslində insanlar baby face sevir? Niyə belə bir termin var, baby face? Sən demə bunun da içində. Mən baby face sevmirəm, kstati. Hə, amma məsələn dünyada baby face deyə bir termin niyə var? Çünki baby face'lər daha çox sevilir də. Və bunun da əslində içində yatan şey odur ki, sən demə sən birinə baby face, birinə ona görə attracted olursan ki, sən düşünürsən ki, mənim gözəl babym olacaq bu insandan. Və onun baby face insanlar kimdir? Daha gec qocalanda ki, üz cizgiləri daha gənc qalanda uzun müddət və o insanlar podsoznательно yenə bizim ürəmə instinktimizə necəsə təsir edirmiş və biz ona görə məsələn kişilər niyə minyon qadınları sevir? O da podsoznательно ondan uşaq istədiyi üçün, yəni ki, tamamilə şüuraltı bir instinkt olaraq, heyvani instinkt olaraq sən deyirsən ki, bu cavan qalıb, bu gənc görünür. Deməli, bunun uşağı sağlam olacaq və hər şey biz əslində heyvanlar olaraq... Bir dənə söz yadıma düşdü. Anasına bax, qızını al. Ay sağ ol, anası nə qədər gənc qalıbsa qızı. Yəni ki, tamamilə bəzi şeyləri biz həqiqətən də şüuraltı dünyada çoxalma instinkti ilə seçirik. Ağıllı insanı da təbii ki, qadın da niyə istəməyəsən ki? Kim salaq birini istəyər ki? Yəni bu mənim zövqüm ancaq salaq qadınlar. Amma oğlanlar var ki, salaq qız çox sevirlər. Mən elə gəlir ki, bunun bunun başqa bir açıqlaması ola bilər. Birincisi, onun yanında özünü daha ağıllı hiss eləmək üçün, özünü daha heroik hiss, ay sağ ol. Və məsələn, çox oğlan var ki, məsələn, doğrudan Zosi belə düşünəndə, ağıllı qadın nifsim pozubam. Hər kişi ağıllı qadınla yəni partner relationshipinə girməyə cəsarət göstərmir. Adətən daha belə rahat, glupışka, pick me girl.
Yeah. Var elə bir tendensiya, yəni Var, hə? özləri də deyirlər də. Məsələn, ağıllı qadınlar görəndə çox insecure hiss edir məncə qadınlar, Intimidate kişilər. olurlar, Hətta məsələn, ağıllı qadın obrazı yaradan və elə bir enerjini ötürən qadınlara da kişilər daha az yaxınlaşır. Nəinki daha belə milaşka qızlara. Milaşka qızlara daha rahat yaxınlaşır oğlanlar. Yaxınlaşıra qatılıram, amma yaxınlaşırdakı məqsəd də şeydir, axı bununla flirt eləyim tez. Hə nə qədər salak o qədər yaxşı, amma həyatının partnyorunu seçəndə nə qədər salakı seçən kişiləri şu an düşünmədim yəni. Bir merak etdim ki, insan həyatda qalma partnyorunu seçəndə salak seçirsə, o özü də çox salak. Baxır özünün lifestyle-ına da. Ya bəzən məsələn gedirlər kənddən kəsədən nə bilim qız axtarırlar, tapırlar ki, rahat olsun da, mən gedəcəm, həyatımı yaşayacağam, o da evdə olacaq, uşaq doğacaq, yemək bişirəcək, evi təmizləyəcək, məntiq evliliklər. Arranged marriage-lər adətən. Sağ ol. Onda nə dərəcədə sevgi və bəyənmədir. Artıq sevgi söz konusu deyil, düz deyirsən. Qatıla bilmirik. Nəysə ki, bugünlük bugün çox qəşəng danışdıq Zosi. Hər tərəfli, çox şahəli danışdıq. Bir də bayırda da çəkmə fürsəti oldu, çünki bizim burada havalar çox dəngəsizdir. Yəni qışdan 3 dərəcədən 30 dərəcəyə keçir birdən və bizim yaxşı hava bayırda qalacağımız bu aralar çox olmadı. Ona görə tapmışkən dedik, bir açıq havada da oksigenimiz bol, sizlə danışaq, söhbət eləyək. Yaxşı ki bizi izləyirsiniz, bizlə qalın. Bizə abunə olmağı da bu arada unutmayın. Çox sağ olun, görüşərik. Bugünlük emoji də gəl fikirləşək. Okay, bugünün emojisi kitab olsun. Yes, videoya sona kimi baxmısınızsa, bunu bizə bildirmək üçün zəhmət olmasa şərhlərə kitab emojisi qoyun.